tövsiyə edirəm sizə, hər gün sədəqə çıxardın. Hər gün. Mesela sədəqə ilə bağlı qobikindən mən bir söz deyim, ayələr zehnimə gəldi. Elə düşünə. Birinci sədəqə bu deyil ki, biz fəqiri doyururuq yalnız. Fəqir öz yerində. Sədəqə sənin rüşdündür, mənəvi kəmalındır, yüksəlişindir, ruhuvun dirçəlişidir və sənin meyraca qalxmandır. Sədəqə gəlib sənə birinci özü təhsil edir. Nəyə ki, qarşı tərəfi yedirdirsən? O öz yerində. Sən özün ucalırsan. Hardan deyirəm bunu? Peyğəmbər Allah deyir, xuz minən valihim sədəqə, tutəhhiruhum və tuzakkihim biha. Peyğəmbər sədəqəni al onlardan. Sədəqə neyəcək? Onları paklayacaq. Təmizlənəcəklər. Elə ki, paklandı, təmizləndi, nə olacaq? Yüzəkkihim və yuallimun kitab və likmə. Elə ki, paklandın, elm və mərifət əldə edəcəksən. Elm və mərifət əldə elədin, an Allaha tərəf nə olacaqsan? Qalxacaqsan, ucalacaqsan. Rab bizi nə etməli? İnsan ucalır. İkinci məsələ, sədəqəni sən fəqirə vermirsən. Sədəqəni alan Allahdır. Fəqir məsrəf edir, xəricləyir. Allah Quranda buyurur, yəxuzus sədəqat. Sədəqələri özüm alıram. Ona görə məsum bir dənə fəqirə sədəqə verən öz əlini öpür. Deyirlər, əlini niyə öpürsən? Deyir, əlim Allahın sanki əlinə deyir. Allah aldı mənim əlimdən sədəqəni. Bu iki, ki bu üçün, yəni insan sədəqəyə bu baxışla baxsa ki, məndən onu alan kimdir? Allahdır. Üçüncü, bəzi insanlar elə bilir ki, sədəqə yunfiqu məğrəmən. Deyir, sədəqə məğrəmdir, qərimədir, qərimətdir, qərimədir, yəni cərimədir. Allah deyir, qərimətdir, qənimətdir, itkidir, qazancıdır. Ağacı kökündən vurmaqdır, ağacın budaqlarını budamaqdır. Ağacın inkişafıdır, nəinki onun kökündən çıxartmaqdır. Sədəqə verəndə sən xeyri özvədir, artım özvədir, təsiri özvədir. Təsirlənən biri bəlaların qabağını almaqdır. Hətta mən bir dənə ayə oxudum, keçən dəfələrdə çıxdı qabağıma, çox maraqlı idi ki, Rabbi, ləulə əxxərtəni ilə əcəlin qarib və əs-səddəq və əkum minəs salihin. Ölüm ayağında olan insan deyir ki, ölüm mələyi gəlib başının üstünə, deyir, biraz da mənə möhlət ver, qayıdım əs-səddəqə, sədəqə verim. Və əkum minəs salihin. Gedim salih insanlardan olum, gəlim. Bir yolu da budur ki, insan müşküllərlə mübarizə, müsibətlər üz tutur, sədəqə ilə həll edə bilər. Çox təsiri var sədəqənin. Bəzi bəlalar var ki, hətta artıq astananadır. Oxumuşam, ubrimə ibramən, 100%lik artıq gəlməlidir üstüə. Sədəqə ilə dəf edə bilərsin. Sədəqə ilə həll edə bilərsin. Qabağını ala bilərsin. Bir yol da budur. Allah özü müvəffəq eləsin.